Salam, bugün sizinlə Excel-də qısa yollara və bir də home tabına baxacağıq. Başlayaq qısa yollardan. Qısa yollar nədir? Yəni Excel-də işlədiyinizdə sizin işinizi asanlaşdıracaq. Sadəcə klaviaturadan 1-2 düyməni sizə göstərəcəm. Düymələr kombinasiyalarını 10 dənəsini qeyd etmişəm burada. Başlayaq. Birincisi, sətri seçmək. Sətirlər bilirik ki, bu hissələrdir. Bunlar sətirlərdir. Sütunlar isə yuxarılar. Baxın belə. Sütunlar hərflər ilə, sətirlər isə rəqəmlərlə göstərilir. Bir sətri seçmək üçün, baxın, mən dayanmışam burada. F3-də. İndi mənə deyirlər ki, 3-cü sətri ümumi seç. Gəlib təbii ki də 3-cü sətrin üstünə belə də vura bilərsiniz. Amma olduğunuz yerdən çıxmaq istəmirsiniz deyək ki. Dayanın burada. Sadəcə Shift və Space-i basırsınız. Baxın. Göstərirəm buradan. Shift-i və Space-i. Gördünüz mü? Bütün sətir seçilmiş oldu. Baxın belə. Bütün sətir seçmiş oldunuz. Bu birinci. İkincisi, sütun seçmək istəyirsiniz. Dayanmışsınız burada. Siz dayanmışsınız D6-da, sizə deyirlər ki, D sütununu ümumi seç. Ümumi seçmək üçün təbii ki, gəlib yenə D-nin üstünə də basa bilərsiniz. Amma qısa yol düyməsi olaraq yadınızda qalsın ki, Ctrl və Space basırsınız. Baxın, Ctrl, bir də Space bastığımda bütün sütunu seçmiş oluram. Aydındırmı? Bu da belə. Sonra iş vərəqini seçmək üçün, yəni ümumi iş vərəqini deyirlər sizə seç hər şeyi. Bu zaten Word-də də, Excel-də də, PowerPoint-də də belədir. Hər hansı bir şeydə də hər şeyi kopyalamaq, seçmək istəyirsinizsə, daha doğrusu seçib sonra kopyalayacaqsınız. Seçmək istəyirsinizsə Ctrl-A-dan istifadə edirik. Ctrl-A, baxın, ümumi səhifəni seçmiş oldum. Eləcə də, baxın, burada 3 bucaq var, sətirlə sütunun ayrıcında. Buna da bassanız, bütün cədvəl iş vərəqini seçmiş olursunuz. Sonra gəlir 6-cıda diapazon seçmək. Aha, diapazon nədir? Diapazon müəyyən bir aralıqdır. Məsələn, sizə deyiblər ki, diapazon isə 2 nöqtə ilə yazılır. Bunu da yadımızda saxlayaq. Sizə deyirlər ki, məsələn, B3-dən D8-ə qədər seçin. D8. Baxın, bu diapazondur. Diapazon deyilir buna. 2 nöqtə ilə ayrılır. Bax, B3 buradır. D8. D8. Baxın, D, bu da 8. Kəsişməsi düşəcək bura. Baxın, buradan bura qədər hissəni deyiblər, mənə seç. Bunu necə seçəcəm? Bax, birinci yolu göstərirəm ki, tutursunuz buradan, ortasından dayanıb gətirirsiniz D8-ə. Bu birinci yolumuz. İkinci yolumuz isə çox rahat bir yol deyəcəm sizə. Dayandınız, elə siz birincidə, başlığı bildiniz ki, B3-dür. B3-də dayandım. Sonra gəlirəm, Shift-i basıb saxlayıram əlimlə. Gedirəm, sonra D8-i seçirəm. Bax, D8 araydı bura. Burada dayanıram, ipsiyo. Artıq mən diapazonu seçmiş oldum. Aydın oldu mu? Birincidə dayanın, sonra Shift-i basıb saxlayıram, D8-i seçdim. Sonra gəlir 7-cidə ayrı-ayrı seçmək. Aha, ayrı-ayrı seçmək deyəndə nəyi nəzərdə tuturam? Məsələn, sizə deyiblər ki, B sütununu, D sütununu, bir də C sütununu seçin. Baxın, mən sütunları seçəndə nə edirəm? Bunu birinci seçirəm, gedib ikinci seçəndə artıq birincidən çıxır. Bunun çıxmaması üçün, yəni hamısını seçə bilməyim üçün Ctrl-dan istifadə edirəm. Və mənə deyiblər B, D və G-ni seç. B-ni seçirəm, sonra Ctrl-u basıb saxlayıram. Gedirəm, F-i seçirəm və yaxud da F-i deyiblər və seçirəm J-du. Yəni, sizə hansıları deyirlərsə, sadəcə Ctrl-u basıb saxlayıb sonra seçmək lazımdır. Ayrı-ayrı seçmədə Ctrl-da. Eləcə də bu sətirlərə də aiddir. Məsələn, deyiblər ki, 3-cü, 7-ci, bir də 9-cu sətri seç. 3-cü sətri belə seçdiniz, Ctrl-u basıb saxladınız, getdiniz 7-ni seçdiniz, sonra da getdiniz, məsələn, 14-ü seçdiniz. Aydın oldu mu? Yəni, Ctrl ayrı-ayrı seçmək üçündür. İş vərəqi üzrə hərəkət. İş vərəqi üzrə. Məsələn, biz demişdik ki, Excel-də ən sonuncu sətrə getmək üçün, sətrə və ya sütuna. Ən sonuncu sütuna gedək əvvəlcə. Sütuna getmək üçün Ctrl-u və End yazılır. Sağa ox düyməsini basırsınız. Baxın, ən sonuncu sütunum XFD-dir. Ən sonuncu sətrə getmək üçün isə Ctrl-u və aşağı 3, Page Down basırsınız. 10.485.076. Bu da bizim sonuncu sətrimizdir. Baş sətrə qayıtmaq üçün Ctrl-u və Page Up-ı basırsınız. Baş sütuna qayıtmaq üçün Ctrl və Home, sola oxu basırsınız. Bu da belə. Bu da oxlar üzrə hərəkətdir. Ctrl və plus oxlar. Əmri təkrarlamaq nədir? Məsələn, siz yazmışsınız bura 4, sonra aşağısına yazmışsınız 5, sonra yazmışsınız 6. Deyək ki, olsun 6. Aha, yazdıqdan sonra gəldim, tutdum 4, 5, 6-nı.
Buradan da tutdum, çəkdim aşağıya. Deyək ki, bura qədər çəkdim. Bu yazıldı. İndi əmri təkrarlamaq istəyirsiniz. Buradan bura qədər seçdim. Seçdikdən sonra bir dəqiqə 8-9 seçək. Seçdikdən sonra sadəcə F4-ü basırsınız. F4. Baxın, əmr təkrarlandı. Aydındırmı? F4 məndə işləyir. Ola bilər ki, F4 məsələn biz təsvirdir. Kompüterlərdə F4 tək də işləyə bilər. Əgər məni səs üçüncüsü, onda Fn-dən. Fn nə idi? Köməkçi düymə idi. Fn-dən istifadə edirsiniz. Bu da belə. Sonra gəlir bir xanada yazmaq. Baxın, bir xanada yazmaq əsasən cədvəllər hazırlayanda bizim işimizə çox yarayır. Məsələn, sizə deyiblər ki, Azərbaycan xalqı yaz. Yazırsınız Azərbaycan xalqı. Amma bunu deyiblər ki, Azərbaycanı yazdıqdan sonra xalqı Azərbaycanın altından yaz. Baxın, bu nədir, necədir? Sətrə yerləşmir. Sətrə yerləşdirmək üçün nə etməliyəm? Dururam 2 K ilə L-in sətrini sütunların arasında 2 dəfə vururam sadəcə. Vəsiyo, artıq Excel özü uyğunlaşdırdı onu mənə. Bu belə. İndi mənə deyirlər alt-alta yaz. Alt-alta yazmaq üçün gəlirəm, yazıram Azərbaycan. Sonra 6 və Enter düymələrini bir yerdə basıram. 6 basıb saxlayıram, sonra Enter'i basıram. Artıq düşdü aşağı, yazıram xalqı. Vəsiyo, artıq buradan çıxdığımda Azərbaycan xalqını alt-alta yazmış oldum. Yəni, Azərbaycan xalqını alt-alta yazmaq istəyirsiniz və yaxud da hər hansı bir sözü Alt plus Enter düymələrindən istifadə edirsiniz. Bu da belə. Və bir şey də göstərim. Ola bilər ki, siz sütunlarınızda belə bir şey yazmışam, məsələn, el sütununa. Aysel Quluzadə. Sonra burada yazmışam ki, Ayan Əliyeva. Düşmüşəm ən aşağıda hər hansı bir yerə. Burada yazmışam ki, Seymur Əsədov deyək ki. Əsədov. Aha. Bunları yazdıqdan sonra sizə sütunlarda, baxın, sütunuma yerləşməyib də bu, elədirmi? Xətti keçib. Keçib M sütununa. Bunu bir sütunda yazmaq üçün 2 yol göstərəcəm. Birinci yolumuz. Durursunuz K ilə L ilə M-in arasında, sütunun arasında. Durduqdan sonra buradan tutursunuz, belə çəkirsiniz. Baxın, durdum burada. İşarəsi dəyişilir biliyorsun. Sonra belə tuturam, uyğunlaşdırıram özümü. Və belə. İndi gedək ən aşağısındakına baxaq. Baxın burada Seymur Əsədov hələ də L ilə M-in arasında M-ə keçib. Elədirmi? Bunu ona görə də ikinci yoldan istifadə etmək lazımdır. Birinci yolumuz dedi ki, uyğunlaşdırma. Buradan tutub çəkə bilərsiniz. Amma görmədiyiniz olduğunda o buna uyğunlaşmadı. Baxın, indi geriyə qaytarıram. İndi ikinci yol göstərirəm. Amma burada dursanız başqa, 2 dəfə vursanız, sizin bu sütunda görmədiyinizi belə Excel özü uyğunlaşdıracaq sətrə. Aydın oldu, artıq sadəcə el sətrindədir. Bu da fərq olaraq yadınızda qalsın. Yəni, əgər sətrinizdə hər bir şey sığışmayıbsa sətrə sütuna, yəni digər sütuna keçibsə, sadəcə arasında durub 2 dəfə oxa vurun. Oldu mu? Bu da belə. Sonra gəlirik iş səhifələri üzrə hərəkət. Ctrl+F-in, baxın, səhifələr yaradaq. Bir dənə səhifəm var indi mənim. İkinci səhifəni də yaratdım. Üçü də yaratdım. Səhifələr arasında hərəkət eləmək üçün basırsınız Ctrl+F-ni, bir də Page Down və Page Up-ı. Baxın, keçdim ikinciyə. Keçdim üçüncüyə. Page Up basanda geri qayıdırsınız. Aydın oldu. Page Down irəli, Page Up geri. Ctrl+F-n, Page Down irəli, Ctrl+F-n, Page Up geri. Bu da belə. Sonra avtomatik tamamlama nədir? Baxın, bura yazmışsınız, məsələn deyək, sürücü, aşağısından yazmışsınız menecer, sonra yazırsınız məsələn müəllim, daha sonra yazmışsınız mühəndis. Aha. Bunları yazdıqdan sonra, məsələn deyirəm ki, aşağıya yazmaq istəyirsiniz, təzədən sürücü gələcək, sürücü yazacaqsınız. Bunu etmək üçün mühəndisi yazdıqdan sonra düşürəm aşağı. Aşağı düşdükdən sonra Enter, Alt, Enter, baxın, qaydaq, mühəndisdəsiz, Enteri, Altı və aşağı oxu basırsınız, yəni Page Down. Baxın, artıq sizə gəlir siyahı. Buradan seçirsiniz, promoy sürücünü yazırsınız. Yəni, bir də əlinizlə yazmağa ehtiyac yoxdur. İndi bizdə qısa siyahı. Ola bilər ki, sizdə siyahı daha uzun olsun, onda daha effektiv olacaq bu yol. Aydındır mı? Bu da belə. Sonra, bir də iş vərəqinin kopyasını yaratmaq. Məsələn, siz birinci vərəqdə burada işləyirsiniz və yaxud da bu hissələrdən
deyək ki, bunun kopyasını yaratmaq istəyirsiniz həmin səhifənin. Burada bəzi işlər var ki, onu istəyirsiniz ki, başqa yerdə görəsiniz, amma bu belə bir şey də sizə lazımdır. Yəni 2 dənəsi lazımdır kopya olaraq. Onu yaratmaq üçün gəlirsiniz Sheet 1-in üzərinə, kontrolu basıb saxladım, Sheet-i tutdum, dartdım. Bax belə. Aydın oldu, baxın. Sheet 1 ikincisi. İndi Sheet 2-dən yaradaq məsələn. 2-nin bir dənə kopyasını yaradaq. 2-yə gəlirsiniz əvvəlcə seçdikdən sonra. Kontrolu basıb saxlayın, sonra yuxarıdan tutun. Belə. Dartın, qoyun. Oldu mu? Bu da belə. Kontrol və sürüşdürmə vasitəsilə. Sheetlərin silinməsi üçün isə sadəcə üstünə gəlirsiniz. Delete basırsınız. Ifsiyo. Üstünə gəldim. Sağ düyməni vurdum. Delete vurdum. Ifsiyo. İş səhifələrində belə silirəm. Bu da belə. Bunlar oldu bizim qısa yollarımız. İndi sizə danışacağım mən home menyusundan. Gəlin home menyusundan danışaq biraz. Home menyusunda nələr var? Home menyusunda başlayaq əvvəlcə paste hissəsindən. Baxın, məsələn, bura mən yazıram. Yazmışam deyək ki, kassa. Aha. Bu sözü yazdıqdan sonra mənə deyirlər ki, bu kassa sözünü buralara da yapışdırmalısan, buralara da yazmalısan. Amma mən onu bir dayanım elə burada kassa hər dəqiqə əlimlə yazmıram. Götürürəm bu kassa sözünü. Baxın, burada kopyalama var. Kopyalamaq Ctrl+C vasitəsilə. Ctrl+C vasitəsilə kopyalayıram. Kopyaladım artıq. Baxın, kopyalama olduğu da bu işarədən bilinir artıq. Baxın, çərçivəsi dəyişilir. Hara istəyirdimsə, ora sadəcə gəlirəm. Baxın, paste var. Paste yapışdırmaq deməkdir. Ctrl+V-dir qısa yolu. Ctrl-la V-ni basırsınız. Ctrl və V. Və yaxud da sadəcə gəldim bura, paste-in üzərinə bastım. Bastın üzərinə, X yox. Kassa yapışdı. Hara istəyirsinizsə paste-in üstünə basırsınız, yapışdırırsınız. Bu da belə. Kopyalamaq oldu. Buradan məsələn kassanı təzədən kopyalayaq. Seçdiniz, kopya da basa bilərsiniz və yaxud da Ctrl+C. Bu dəfə buradan eləyirəm. Üstünə basıram sadəcə. Gəlirəm bura, paste-də basıram. Bu da belə. Sonra burada kat var. Kat nədir? Baxın, kəsmək üçün seçdim bunu. Kat kəsməkdir. Seçdim, kata bastım, kəsdim. İndi gəlib yapışdıram bura. Seçirəm, baxın, paste-i basıram. Ifsiyo. Bir dənə katla kopinin fərqinə baxaq indi. Baxın, kopyaladım bunu. Kopyaladım. Gəldim, bura yapışdırdım. Paste etdim, yapışdım. İndi bir də kəsək. Bax, buradakını, Y7-dəkini. Bax, kopyalanda nə oldu? Burada da qaldı, burada da oldu. İndi kəsəndə Y7-dəkini kəsirəm katla. Yapışdırıram. I14-də deyək ki. Yapışdırdım bura. Paste etdim. İndi baxın. Y7-dəki kassa silindi. Yəni, kəsməklə kopyalamağın fərqi budur. Kopyalayanda öz yerində də qalır, yapışdırdığın yerdə də qalır. Kəsəndə isə öz yerindən silinir, yapışdırdığın yerdə qalır. Bu da belə. İndi gələk Format Painter hissəsinə. Baxın, bu kassanı məsələn gəlmişəm, arxa fonunu rəngləmişəm, sözlərin rəngini dəyişmişəm, kalibri ilə deyil, abadi ilə yazmışam, biraz böyütmüşəm. İndi sizə deyirlər ki, həmin bu kassanı digər kassalarda eynən bunun formatında yaz. Yəni, eynən bunu kimi yaz. Bir gəlib baxırsınız ki, kassa sözü abandidədir, 20 iləndir, arxa fonu rənglənib, qırmızı rəng edilib. Gəlib bir hamısını seçib təzdən abandini buradan seçmək, bunu 20 etmək, arxa fonunu sarı etmək, qızartmaq lazım deyil. Seçdiniz kassanı, vurdunuz Format Painter-ə. Sonra gəlirsiniz, nəyi etmək istəyirsinizsə eynisini, sadəcə üstünə bir dəfə şotkanı vurursunuz. Bax, seçdim, Format Painter və vurdum üstünə. Aydın oldu. Yəni, Format Painter formatın köçürülməsidir. Birinin formatını digərini köçürmək. Eyni yazı tonunda, eyni şriftlə, eyni rənglə yazılacaq. Bu da belə. Bu da yadımızda qalsın. Format Painter hissəsi də belə. Silmək üçün nə isə seçirsiniz və delete-dən istifadə edirsiniz. Seçdikdən sonra delete basırsınız, hər bir şey silinmiş olacaq. Bu da belə. Gəldik sonra digər hissələrə. Bu hissədə nələr var? Font bölməsində bunlar Word-də də, PowerPoint-də də, Excel-də də eyni şeydir. Dayanırsınız bu hissədə. Məsələn, yazmışam bura. Bakı yazaq bu dəfə. Bakı yazmışam. Bakı sözünü, şriftini dəyişə bilərsiniz. Bura şriftlərin dəyişdirilməsidir və şriftin ölçüsüdür. Məsələn, Bakı sözünü istəyirəm ki, yazım
Arial Black-la. Niyə seçilmədi? Olmadı. Çünki yazını seçməmisiniz. Yazını mütləq seçməlisiniz. Sonra gəlib şriftlərlə işləyə bilərsiniz. Yazdım Arial Black-la və yaxud da burada hər bir şrift var. Sizə yəqin ki, sənədlər hazırlananda şriftin ölçüsü deyiləcək. Yəni şrift buradan təyin edilir. Neçə ilə deyirlərsə şriftin ölçüsünü buradan da artırıb azalda bilərsiniz. Həmçinin bunlar da şriftin ölçüsünü artırıb azaltmaq üçündür. Və buna bastığımda şriftin ölçüsü artır, buradan isə azalır. Və yaxud da buradan da həmçinin ölçü olaraq rəqəmi əlinizlə də qeyd edə bilərsiniz və yaxud da buradan gəlib seçə də bilərsiniz. Bu da belə. Bu hissələr nədir? Yazıların qalın tonda, sonra əyilmiş, italik, bold, under, altından xətt çəkilmiş və s. Gəlin edək. Məsələn, bura yazmışam mən qapı. Qapı sözünü bold verək. Bold qalınlaşdırmaqdır və yaxud bunu klaviaturadan da edə bilərsiniz həmçinin. Ctrl və B düyməsi ilə. Sonra I hərfi italikdir. Ctrl və I ilə də edə bilərsiniz. Əyir. Bu altından xətt çəkir. Bunu da həmçinin klaviaturadan da edə bilərsiniz. Ctrl və U düymələri ilə. Bir dənə bunu Word-də və PowerPoint-də altından xətt çəkmədə sadəcə bir dənədir underline-da. Amma Excel-də isə double underline da var. Yəni altından 2 xətt də çəkə bilərsiniz. Bu da belə. Sonra bizdə gəlir bu hissələr. Bu hissə isə border. Yəni siz buna belə yadınızda saxlayınca qıraq xəttlərin qoyulmasıdır. Məsələn, bura yazmışam ad, bura yazmışam soyad, bura yazmışam fən, burada yazmışam bal. Və aşağıdan yazmışam məsələn deyək, Aysu, Mərcan, soyad olaraq da yazıram, Əsədli, Seyidov. Ova. Aha, bunu elə nümunə olaraq yazıram sadəcə. Bura yazmışam məsələn riyaziyyat. Bura yazıram fizika. Bal olaraq da ataq 55 və 66. Aha. İndi sizə deyirlər ki, bunu get cədvələ sal. Bunu gəlib seçirsiniz. Sadəcə buradan gəlirsiniz bu dərsdən. Haralara xətt qoymaq istəyirsinizsə, buradan gəlirəm all borders etdiyimdə artıq bütün cədvəlimi hazır etmiş olacam. Və yaxud da sizə deyiblər ki, sadəcə bunun çərçivəyə al, içərisindəki xətləri qoyma. Seçdikdən sonra sadəcə gəlirsiniz buradan və qıraq xətlər, outside border var. Seçirsiniz, sadəcə o xətlər qoyulmuş olacaq. İndi geri qayıdaq. Ctrl-Z vasitəsilə geri qayıdırsınız. Məsələn, bal hissəsi mən Ctrl-Z-lə səhvən sildim. Onda nə edəcəm? Ctrl-Y-lə onları geri qaytaracam. Seçdim, deyək ki, sizə sadəcə deyiblər ki, arxasını. Sadəcə bunu edin. Bu da belə. Qıraq xətlər olsun, içərisindəki xətlər olmasın. Və yaxud da sadəcə sağda xətlər olsun, solda xət olsun. Bunlar da yuxarısından, aşağısından. Bunlar həmin hissələrdir. Bu da belə. Sonra burada gəlir draw borders. Draw borders isə özünüz çəkməyinizdir. Əlinizlə çəkmək. Məsələn, draw bordersi götürürəm. Deyirəm ki, bu hissədən bura qədər xət çəkəcəm. Tuturam buradan, çəkirəm aşağı. Artıq mənim istədiyim yerlərdə xəttim olmuş olur. Aydındırmı? Bu da xət qoymaq üçündür. Bir də var bu hissədə draw border grid. Bu isə ümumi olaraq siz cədvəl çəkmək üçün. Baxın, burada dayanıram başdan. Belə edirəm, ümumi cədvəli çəkmiş oluram. Aydındırmı? Bununla da əlinizlə çəkə bilərsiniz. Airs foldersə sizə lazım olan xətləri, lazım olmayan silirsiniz. Sadəcə xəttin üstünə gəlirsiniz, silirsiniz. Pozan da bunun üçündür. Bu da belə. Sonra burada var line color, yəni çəkəcəyiniz xətlərin rənglərini təyin edə bilərsiniz, stillərini təyin edə bilərsiniz. Xətiniz 2 dənə xət olacaq və ya qırıq-qırıq xətlər olacaq və s. və ilaxır. More bordersə də gəlib həmçinin buradan da cədvəlinizi yarada bilərsiniz. Eyni şeylərdir. Buradan xəttimi seçirəm. Məsələn, bu olsun, arasına qıraqlarında olsun. Sonra buradan bunu seçirəm. Məsələn, deyirəm ki, bu hissələri olsun, bu hissəsi bu rəng olsun, burası sağ hissəsinin çərçivəsi də belə olsun. Buradan rəngini seçirəm. Məsələn, deyirəm ki, sarı rəng et buranı. Bu hissə üst hissəsi sarı olsun və s. Və belə OK-yə vurduğunuzda artıq sizin cədvəliniz hazır olmuş olur. Bu da belə. Sonra sizdə borders hissəsində elə də bir şey yoxdur. Gəlir rəng və stillər. Baxın, bu sadəcə arxa fonu rəngləmək üçündür. Bu isə ümumi yazını rəngləmək üçündür. Məsələn, ad hissəsinə gəldim. Arxa fonu istəyirəm sarı olsun.
Seçdikdən sonra sadəcə rəngə basırsınız, arxa fonu rəngləmiş olursunuz. Bu arxa fon üçündür. Bir dənə bunu yadınızda saxlayın. Hansı bir sözü rəngləmək istəyirsinizsə, məsələn, içərisində soyadı rəngləmək istəyirəm. Soyadı seçdirirsiniz sadəcə. Bax, burada gəldim. Soyadı seçirsiniz. Sözü mütləq seçin sonra. Seçdikdən sonra sadəcə A-ya basıram, X-yə. Aydındırmı? Məsələn, ad hissəsini istəyirəm, bax belə. Yəni, çərçivəsini mütləq seçmək lazımdır. Bu da belə. Gəlir bu hissələr arrangement hissəsindən danışaq. Arrangement hissəsində isə bizə deməli lazımdır. Bunlar sadəcə sözlərimizin yuxarıda, aşağıda, ortada yazılması üçün. Məsələn, ad hissəsini seçirəm. Deyirəm ki, yuxarıda yaz biraz. Və yaxud mərkəzdə yazılsın. Və yaxud sağda yazılsın. Bax belə, aşağıda, yuxarıda, mərkəzdə yazılması üçün. Bunlar isə sözləri ümumi olaraq bunun üçün də sözü seçməlisiniz. Və gəldim məsələn, Aysu sözünü seçirəm. Aha. Sözü seçdikdən sonra sözlərin harda yazılmasını istəyirsinizsə, bu hissədən də istifadə edə bilərsiniz. Yəni, mərkəzə yığılmış olsun, sağda yazılsın, mərkəzdə bu şəkildə yazılsın. Bu da onun üçündür. Yəni, Word-də və PowerPoint-də necədirsə, həmçinin elədir. Bu hissələrdən isə biz Word-də əsasən ərizə yazılmasında və s. istifadə edirik. Bunlardan da həmçinin sağa, sola nə qədər istəyirsinizsə hərəkət elətdirə bilərsiniz. Məsələn, buraya yazıram bir dənə su sözün. Gəlin su sözünü biraz mərkəzə hərəkət etdirək. Tuturam buradan. Sadəcə baxın bu işarəyə basıram və hara qədər istəyirəmsə sağa doğru hərəkət edir. Sola doğru istəsəm belə. Bu da belə. Bu hissə nədir? Bu hissədən isə orientation-dan siz orientasiya verə bilərsiniz. Məsələn, su sözünü istəyirəm ki, bu şəkildə yazın. Əyilmiş formalarda yazmaq istəsəniz, aşağı formada. Yəni, burada stillər daha çoxdur. Yəni, stilinizi seçib istifadə edə bilərsiniz. İstədiyim bucağı buradan təyin edirəm, qoyuram, okey vururam. Yəni, o da həmin bucaq qədər dönmüş olur. Bu da belə. Gəlib burada wrap textdən. Wrap textlər isə sadəcə yazı yazmaq üçün textlər yaradırsınız. Oradan müəyyən yazıların yazılması üçün istifadə olunur. Match center isə birləşdirmə əməliyyatıdır sadəcə. Biz bundan əsasən Word-lərdə cədvəl hazırlamasında istifadə edirik. Məsələn, deyiblər sizə ki, K-dan M-ə qədər olan sütunu birinci sətirdən K-dan M-ə qədər birləşdir. Tutdum, seçdim K-dan M-ə qədər. Sadəcə match center-i basıram və birləşir. Match və center o deməkdir ki, birləşdir və mərkəzdə yaz. Birləşdirmək mərcdir, center isə mərkəzdə yazmaq deməkdir. Və məsələn, bunu birləşdirdikdən sonra buraya yazılan bir dənə Bakı sözü. Artıq Bakı sözü mərkəzdə yazılmış olur. Yox, əgər sizə deyiblər ki, birləşdir, amma solda yaz. Onda keçirsiniz, seçdiniz. Match center-ə deyil də, buradan aşağı düşürsünüz. Məsələn, deyiblər ki, match across, yəni sağda yaz. Birləşdir və sağda yaz. Baxın, indi yazsam bura Bakı. Və belə. Qıraqda, solda yazılmış olacaq. Və ya seçdirsəm, gəlsəm, bassam match cells, sadəcə bölünmüş olur, birləşmiş olur. Və belə. Bu da belə. Sonra gəldim match center-dan unmerge etdiyinizdə isə birləşdirdiyiniz hissələr ümumiyyətlə silinmiş olur. Yəni əvvəlki vəziyyətinə qayıtmış olur. Baxın, məsələn, Bakını bayaq birləşdirmişdim. Seçirəm buranı, gəlirəm unmerge edirəm. Artıq bayaqki vəziyyətinə qayıtmış olur. Bu da belə. Gəlir buradan general hissəsi, number hissəsi. Burada nələr var? Buradan isə, məsələn, siz yazmışsınız. Burada valyutalardır, yuvarlaqlaşdırmalardır, faizdir və s. çevirmək üçün istifadə olunur. Məsələn, yazmışam 0.5. 0.5-i yazdıqdan sonra gəldim 0.5 olan sətri seçdim. Bunun qarşısına mən manat işarəsi qoymaq istəyirəm. Gəlirəm buradan, sadəcə manat seçirəm və yaxud da üstünə bassanız da bizdə valyutamız məsələn manatdır. O onun üstü onun yanında yazılacaqdır. Məsələn, yazmışam burada 3.8. Bunun yanına valyuta qoymaq istəyirəm. Bunu sadəcə seçirsiniz. Buradan üstünə də basa bilərsiniz. Valyuta qoyacaq. Yox, əgər deyirsiniz ki, buradan seçmək istəmirəm. Onda generaldan sadəcə gəlirsiniz, account-ı seçirsiniz. Onda da valyuta qoymuş olursunuz. Baxın, burada rəqəmlərdir, ümumi hesablama işləridir, qəpik falan, tarixlərdir, uzun tarix, qısa tarix. Məsələn, bir dənə tarixi sınayaq. Gəlmişəm buradan. Yazmışam ki 06.07 2025. Bunu yazdıqdan sonra bunu istəyirsiniz ki qısa tarixə çevirəsiniz. Sadəcə seçirəm buradan, short date edirəm. Baxın, short date edirəm. Zaten bu qısa formadadır. Uzun tarixə çevirək.
uzun tarix long date edəcəksiniz və o çevrilmiş olacaq. Aydındırmı? Bu da belə. Zaten mən burada nə yazıramsa, oradan mənim general hissəm çevrilir ona. Məsələn, mən buraya yazmışam ki, 2 tam %58 deyək ki. Bunu yazdım. Artıq buradan bunu faizə çevirək məsələn. Dayandıram. Sadəcə burada gəlib faizin üstünə də basa bilərsiniz. Və yaxud da gəlirəm buradan percentage basıram. Faizə çevrilmiş olur. Və yaxud bunu kəsr formasına yazmaq istəyirsiniz. Geri qayıdıram Ctrl-Z vasitəsilə kəsr formasına yazmaq üçün gəlirsiniz. Buradan fraction-a basırsınız və kəsr formasına yazılır. 2 tam 7-də 4, 24-də 7. Bu da belə. Bunlar yəni faizdir, uzun tarixlərin yazılmasıdır, saatın yazılmasıdır və yaxud da yazmışsınız məsələn maaş hissəsinə, maaş hissəsinin qabağına valyuta qoymaq istəyirsiniz, bu hissədən istifadə edilir. Bu da belə. Bu hissə nədir? Bəs bu hissə isə yuvarlaqlaşdırma. Məsələn yazmışsınız buradan ki 6 tam 1000-də 583 deyək ki. Və deyirlər sizə ki 6 tam 1000-də 583-dən mənə sağdakı, məsələn deyək ki, 3, 8 lazım deyil də 6.5 kimi yazsam bəs edir. Bunu seçdikdən sonra sadəcə gəlirsiniz, buradan sıfırlar əlavə edir axırına. Amma silmək istəsəniz, bununla qarşıya gedirsiniz və belə 6.6-ya yuvarlaqlaşmış olur. Yəni yuvarlaqlaşdırmadır bunlar sadəcə. Aydındırmı? Bura yuvarlaqlaşdırma əməliyyatlarıdır. Bu da belə. Buranı indi təmizləmək istəsəm hamısını seçirəm və yaxud da hamısını seçmək düyməsi nə idi? Gəldim bura, Ctrl-la A-nı bastım, ümumi olaraq seçmiş oluram və ya buradan 3 bucağı basıram, ümumi seçirim. Sadəcə delete bastığımda hər bir yazım silinmiş olacaq. Bu da belə. Sonra sizə bugün başqa nədən danışacaqdım? Bugün bir də ayların nömrələnmə, ayların sıralanması, yəni ardıcıllıqlardan ümumi danışacağım. Birinci rəqəm ardıcıllığına baxaq. Rəqəm ardıcıllığında gəlmişəm, yazmışam məsələn, bura 1, sonra yazırsınız 2. Rəqəmləri ümumi olaraq sırayla düzmək istəyirsiniz. Sizə məsələn verilib 1500 dənə siyahı, deyirlər ki, bunu get nömrələ gətir mənə. 1-i 2-ni yazdıqdan sonra nömrələrin 2 yolunu göstərəcəm. 1-2 yazdım, tutdum, 2-sini seçdim. İkisini seçdikdən sonra oxu gətirirsiniz bura. Baxın plyusun işarəsi dəyişir. Burada ağ formadadır. Bura gətirdiyimdə kiçik qara formada plyusa çevrilir. Sonra tutursunuz və çəkirsiniz aşağıya. Bu birinci yol. Artıq sırayla nömrələmiş oldum. Bu birinci yol. İkinci yol nədir? Gəlirsiniz sadəcə 1, aşağıya yazıram 2, seçdirirsiniz və burada dayanıb 2 dəfə vurursunuz. Seçdirirəm aşağıya doğru. Və yaxud da yazdım 1, ikinci yolu göstərirəm indi. Buradan yazdım 1. Sonra tutdum buradan, çəkdim aşağıya. Bax, nə oldu? Hamısı 1 oldu. Onda narahat olmayın. Buradan gəlirsiniz bu işarəyə, autofill option'a daxil olursunuz, fil seriyası edirsiniz sadəcə. Artıq sıralanmış oldunuz. Bu oldu ikinci yolumuz. Birinci yolumuzu bir də göstərirəm. 1 yazdınız, sonra aşağı düşdünüz, 2 yazdınız. Seçdirdiniz ikisini də, gəldiniz bu qırağa. Qıraqdan tutdunuz, çəkdiniz aşağı. Sizə nə qədər lazımdırsa o hissəyə qədər. Və belə. İkinci yolumuzu isə yazdınız 1. Sonra tutdunuz, buradan işarə dəyişildi. Çəkdiniz aşağı. Daha sonra seçdiniz və fil seriyə seçdiniz. Bu da oldu ikinci yolumuz. Bu oldu rəqəm ardıcıllıqları. İndi bir də var ayların ardıcıllığı. Qoy başına yazım rəqəm. İndi isə gedirik aylara. Ayların ardıcıllığı necədir? Aylar daha rahatdır. Məsələn, yazıram buradan yanvar. Yanvar. Sizə deyiblər ki, ardıcıl olaraq düzdə. Yanvar, fevral 12 dənə ayı. Seçdikdən sonra yanvarı. Burada sadəcə durursunuz, çəkirsiniz aşağıya. Artıq Excel özü ayları tanıdığı üçün sizə konkret olaraq yazıb çıxardır. Bir də var həftə günləri. Buradan yazıram həftə günü. Həftə günləri sıralamaq üçün, məsələn, yazıram bazar, bazar. Bu da aylar kimi dururam bu hissədən, çəkirəm aşağıya. Bax belə, artıq Excel bildiyi üçün özü sıralamış olur. Bu da belə. Və buna necə baxa bilərsiniz sıralamalara? Məsələn, siz müəllimsiniz, sizə deyiblər ki, mənə get uşaqların adlarını siyahı olaraq yaz gətir. Uşaqların adlarını yazmaq üçün, məsələn, gəlmişsiniz, bura yazırsınız Aysu, aşağı yazmışsınız Mərcan. Bunu bir dənə cədvəldə demirlər də sizə. Sizə deyirlər ki, 15 dənə cədvəl düzəlt, hər birində də uşaqların siyahısı olsun. Bir əlinizdə oturub 15 dənə siyahıya yazmaqdansa, Excel-ə bu siyahını tanıda bilərsiniz. Baxın, gəlirsiniz, file'dan, girirsiniz options'a.
Options'dan gedirəm Advanced-a. Advanced-da düşürsünüz aşağı Edit Custom List var. Edit Custom Listə daxil olub həmin o siyahını buraya yazırsınız. Bir dəfə buraya yazırsınız, add edirsiniz. Məsələn, mən yazacağam. Deyək ki, qələm, karandaş, pozan. Bunları da alt-alta yazmalısınız. Alt-alta. Əgər alt-alta yazacaqsınızsa alt-alta bura qeyd edin. Karandaş. Sonra pozan. Sonra bir də yazmışam məsələn deyək ki, yazı dəftəri. Yazı dəftəri. Aha. Add edirsiniz. Artıq bu siyahı burada var. Mən gəlib bura sadəcə qələm yazdığımda, aşağı dartdığımda artıq özü yazılmış olacaq. Gəldim yazdım məsələn qələm. Tutdum bu hissədən, çəkdim aşağıya. Baxın, karandaş, pozan, yazı dəftəri, qələm, karandaş, pozan, yazı dəftəri, qələm, karandaş, pozan, yazı dəftəri. Yəni, Excel-ə artıq o siyahını tanıtdığınız üçün bir də sizin bir-bir oturub yazmağınıza ehtiyac yoxdur. Sadəcə bir sözü yazıb aşağı dartdığınızda Excel o siyahını tanıdığı üçün artıq yazılmış olur. Baxın, Advanced hissəsindən bizim Excel-imizə standart olaraq cədvəllər, siyahılar verilmiş olur. Bəzi siyahılar. Bayaq qeyd etdiyim kimi, bunlar ayların siyahılarıdır. Baxın, ingiliscə də yazılıb, Azərbaycanca da var. Amma bəzi kompüterlərdə olur ki, sadəcə yanvar yazırsınız, gəlmir. Onda girin Advanced-dan, baxın siyahıya. Görün, sizdə siyahıda olaraq Azərbaycanca varmı? Olmasa özünüz əlavə edə bilərsiniz. Dediyim kimi, özünüz yazırsınız əlinizlə və birini yazdığınızda artıq aşağı çəkdiyinizdə özü gəlmiş olur. Yəni, buradan siyahıları əlavə edirik. Okey, bu da bu qədər.